İlham Əliyevin qərb təşkilatları ilə münasibətləri gərginləşdiyinə görə həmin o qrantlar indi cinayət əməli sayılır. Yəni bizim tanıdığımız mənzərə. Azərbaycan hakimiyyətinin kiminləsə münasibətləri gərginləşir, cəzanı çəkən Azərbaycan vətəndaşları. Bu dəfə də Avropa Birliyi və ABŞ-la münasibətlərin gərginləşməsinin hesabını bizim gənc jurnalistlərə kəsiblər. Onlar heç bir cinayət törətməyiblər. Onlar bu ölkənin dürüst vətəndaşlarıdır. Kaş ki Azərbaycanın elə gəncləri çox olaydı. Azərbaycanın elə gəncləri çox olsaydı, Azərbaycan hakimiyyətinin ifşası da çoxdan başa çatmış olardı. Azərbaycan xalqı da qurtulmuş olardı. Mən hesab edirəm ki, bu məhkəmə prosesi məqsədinə çatmayacaq. Çox güman ki, siyasi sifariş yerinə yetiriləcək. Amma əsas böyük məqsədə Azərbaycan hakimiyyəti çata bilməyəcək. Nə idi o böyük məqsəd və nəyə görə o məqsədə çata bilməyəcəklər? Məqsəd Azərbaycan cəmiyyətini qorxutmaq, susturmaq, tamamilə öz aləmlərində islah etməkdir. Amma təcrübə göstərir ki, Azərbaycan cəmiyyəti kifayət qədər güclüdür. 331 siyasi məhbusdan sonra da bu ölkədə ictimai rəyin üzərində hakimiyyətin monopoliyası yarana bilmir. Bu ölkədə azadlıq sevər insanlar çoxdur, dürüst insanlar çoxdur və həm Abzas Medianın, həm Toplum TV-nin, həm Meydan TV-nin, həm Kanal 13-ün, digər media quruluşlarının jurnalistləri, dürüst siyasətçilər, ekspertlər, vətəndaş cəmiyyətinin üstün nümayəndələri, məhbəs həyatı yaşayan 330 nəfərdən artıq siyasi məhbus. Heç kim bu vəziyyətlə barışmayacaq. Azərbaycan mütləq azad olacaq. Siyasi məhbusların hamısına azadlıq tələb edirik. Sağ olun.